Hər vaxtınız xeyir əziz Footcast TV izləyiciləri. Bugün sizlərlə birlikdə Azərbaycan Premyer Liqasına həsr olunmuş podkastınızla qarşınızdayıq. Mənimlə bərabər Rafaeldir. Xoş gördük Rafael. Xoş Salamlayıram gördük səni də. Çox soruşurlar ki, Azərbaycan çempionatına həsr olunmuş podkast olacaq. Biz yenidən də qayıtdıq. Təxmini 1-2 tur buraxmışdıq arada. Və Azərbaycan çempionatında 18-ci tur başa çatdı. Bu tur bir çox yeniliklərlə yadda qaldı. Onlara da nəzər salacaq, nə yenilikləri nəzərdə tuturam. Maraqlı oyunlar oldu. Hələ də lider dəyişmədi və Sabah yenə də öz rəqibini məğlub etdi. Rafael, elə istəyirəm oyunlardan başlayaq. Birinci oyun Zirə Sabah oyundan başlamaq istəyirəm. Bir çoxları bəlkə də düşünürdü ki, Sabah bu oyunda bəlkə də xal itirə bilər. Zirə səfəri düzdür. Abşeron yarımadası Bakıda olsa da oyun, ancaq Zirənin öz meydanında bir qədər ağır oyunu buna deməyə əsas verirdi. Şəxsən mən heç 4 qolun vurulacağını gözləmirdim, ancaq Sabahı favorit sayırdım bu görüşdə və elə də oldu. Çox rahat və əziyyət çəkmədən qazanılan bir məncə qələbə oldu. Rəşad Sadıqov hətta özündən çıxmışdı. 20-ci dəqiqədə artıq əsəblərinə sahib çıxa bilmirdi. Nə danışmaq istəyirsən Rafael? Əslində Ziya, biz zaten oyundan bir həftə öncə söhbət eləmişdik bu barədə ki, Sabah Zirə oyununda nə olacaq. Əli demişdi ki, bu oyunda biraz seçici olacaq. Əli xal itirəcəyini gözləyir Sabahın. Amma mən də sən də biz burada Sabahın rahat şəkildə Zirəyə qalib gələcəyini düşünürdük. Sabahın oynadığı futbol yenə də qeyd edir. Düzdür, bu təkrara girir artıq. Sabahın oynadığı futbol bizim liqa üçün yeni bir şeydir əslində götürəndə. Bizdə heç kim bu qədər sürətli pressing eləyir. Nəfəs aldırmırlar rəqibə. Yəni sən özün də fikir verdin ki, ilk 25 dəqiqədə Zirə çıxa bilmirdi müdafiədən. Yəni Maludası olsun, Simici olsun, yəni Xəyal olsun, fərqi yoxdur. Hamı yüksək pressingdə sıxırlar. Yəni imkan vermirlər, nəfəs aldırmırlar. Topu itirən kimi Sabah dərhal pressing. Elə bir ki, biz Liverpoola baxırdıq. Kloppun Liverpoolunu izləyirdik. Gegen pressingdə rəqibi o qədər sıxırdılar ki və 25 dəqiqə 3 qol vurdular. Hətta birinci hissədə 5-0 bitə bilərdi. Yəni orada Maludan qaçırdı bir epizoda, çox gözəl də aldatdı oyunçunu, çəkdi sağa, vurdu, çölə getdi. Məsələn, bəzi epizodlar var idi ki, Sabah hesabı öz birinci hissədə 5 eləyərdi və bu biabırçılıq olardı Zirə üçün. Rəşad Sadıqovun da əsəbləşməyi biraz ona gətirdi. Haqlı əsəbləşməkdir. Rafael, Sabahın oyununa baxanda görürük ki, Sabah dərhal başlayan kimi rəqiblərini boğur, zərbələri endirir, qolları vurur, ondan sonra artıq sakitləşir. Bir qədər belə deyək ki, oyunun tempini topu verir rəqibə. Velko Simicin qolundan sonra Leipnitsanın əla bir qolu var idi ki, 2-3 nəfəri keçdi, əla bir zərbə endirdi. Ondan sonra Aleksey İsayevin ötürməsindən sonra Xəyal fərqləndi və artıq 3-0-da bu onun siqnalları idi ki, 3 asisti də Aleksey eləmişdi. Səhv etməmişsə, üçü də elə olmalıdır. Alekseyin xet-trik eləmişdi asistlərdən. Yəni Qarabağda bəyənilməyən futbolçu idi bu arada. Yəni ki, Qarabağda bəyənilməyən yox, oyunu heç cürə alınmadı, elə Sabaha qayıtdı. Artıq yenə də göstərdi ki, bəlkə də Qarabağın oyun planına uyğun gəlmirdi Aleksey İsayev. Zirə isə David Volkovun qolu ilə sonlara yaxın 83-cü dəqiqədə Volkovun başla zərbəsindən sonra fərqi bir qədər azaltdı. Ancaq Sabah doğrudan da görünür ki, çox iddialı gəlir. Qarabağın işi çox çətin olacaq. Bir məsələ də var ki, və transferdə də komandanı gücləndirmədilər. Sanki mövcud olan futbolçularla davamı seçdilər. Əslində heyətə belə baxanda orada Sabahın heyətinə kimi əlavə eləmək istəyirdiniz? Mənə sual versəniz, Sabahın bir çox demək olar ki, oyunlarını izləmişəm, 90 dəqiqə hamısını. Məncə mərkəz müdafiəyə bir oyunçu əlavə edib Solvedin yanına ki, Nogueiranla dəyişməyə. Burada bəli Rafael. Yəni başqa bir oyunçu istəməzdim mən Sabahın. İrəliyən turlarda zədə amili ola bilər, cəza amili ola bilər ki, bunu əlbəttə ki, istəmərik heç bir futbolçunun başına gəlsin. Ancaq futbolda qaçılmazdı bunlar. Sabahı irəlidə daha çətin məncə qrafik gözləyir. Çünki çempionatın sonlarına yaxınlaşdıqca çempionat daha da maraqlı olacaq və Qarabağla Sabahın çempionluğu, həmin oyunlar çempionluğu həll edən oyunlar olacaq. Bu ayda, ayın axırıdır. Bəli, yəni həmin oyun 3 dəfə qarşılaşacaqlardı. Bir dəfə Sabah məğlub etdi. İndi bu ayda bir qarşılaşma olacaq. İrəlidə 2 qarşılaşma qalıb. Yəni artıq hətta bu ayda Qarabağ çempionluğu qazana və ya itirə də bilər. Çünki Qarabağın çox çətin 6 oyunu var, 28 yaxşı halı fikirləşək.
Sabahın əlini gücləndirən tərəf nədir? Fevralda Qarabağın 2 oyun artıq oynayacaq Sabahdan. Yox. Birinci Çempionlar Liqasının play-offu var. Qarabağ çox-çox güc itirəcək. Bəli. Ümid edək ki, Çempionlar Liqasının play-offundan da Newcastle-ı keçə bilərik. Çox çətin komandadır və Sabah burada Qarabağ məğlub etsə artıq xal fərqi 7-yə çatır. Bəli, bəli. Yəni digər oyunda Və Qarabağın da Neftçi ilə də oyunu var. Nəzərə al ki. İndi hal-hazırda gücləri nəzərə alsa Qarabağla mübarizə apara bilən 2-3 klub var. Neftçidə də irəliləyiş hiss olunur. Ona da toxunarıq zaten. Bəli, ümumi Bir şey də baxanda deyim, buyur. İsayev 2 assist idi, 3 deyildi. 2 assist. 2. Hə, 18 oyunda 36 gol vurub Sabah, hər oyuna 2 gol düşür. bəli. Ən az Son gol buraxan oyunlar bəli, komanda. məhsuldarlığı da seçilirlər, amma belə deyək, qolu vurduqdan sonra 2 gol, 1 gol, 3 gol sakitləşirlər və artıq öz Güclərini oyunlarını, bəli, qoruyurlar. güclərini qoruyurlar. Əslində Sabah həqiqətən bayaq da qeyd elədiyim bizim liqa üçün yeni bir oyun sistemidir. Vernadub eyni şeyi tətbiq eləmək istəyir Azərbaycan liqasında fikir verirsənsə, son indi Neftçinin oyununa keçəndə ona toxunarıq. Sabahın oynadığı kimi heç kim oynamır bizdə. Yəni Yəni bunun üçün gərək sənin komanda fiziki cəhətdə güclü fiziki ola, güclü olmasa, komanda yorulmasın, oyunçular sürətli olsun və Sabahda Mikes belə yox idi, hiss olunmur Mikesin yoxluğu belə. Yəni Sabah çox rahat şəkildə çıxır rəqibləri məğlub edir. amma yayda Sabahın fiziki bəlkə də gücünün getməsi Çelya ilə oyunlarda düzdür məğlub oldular. Ancaq Bəlkə də hazır gəlməmişlər. Levski ilə oyunda biz bunu bir daha göründü ki, Sabah bacarmadı. Yəni Bolqarıstan təmsilçisi bizi komandamıza sıxdı və Sabah keçə O bilmədi. həm də sezonun əvvəli idi deyə bəlkə də Dambrauskas tam bütün ideya və düşüncələrin oyunçularına tam belə yeridə bilməmişdi və bütün kombinasiyalar üzərində tam işləməmişdi də. Komanda hazır olmamışdı. Sən özün də fikir verdinsə, liqanın belə deyək, oktyabr ayından sonra Sabahın yığdığı Yəni, yaxşı başlamamışdı Hə, əslində. yaxşı Hissələr var idi, məğlubiyyət var idi. İmişliyə məğlubiyyət vardı. Bu hamısı başlıqda. Hətta sən bir-iki dəfə məndə də şey dedin ki, bəs Sabah deyirdin çempion olacaq. Nə oldu sənin Sabaha? Mən hələ də inanmıram Sabahın çempionu. Yox, nəyə görə deyirəm? Sabah elə bir ki, oktyabr ayının ortasından və noyabr, dekabr ayı çox gözəl temp yığdı, sürət yığdı və ard-arda qələbələr gəldi Qarabağda məğlub elədi, keçdi birə, oturdu və bunu da saxlayır. Qarabağ bu il əgər çempion ola bilməsə, Heç nə. çempionluğu yox, çempionluğu mənim fikrimcə elə Sabahla oyunlarda uduzmuş olacaq ki, Hə. hansı ki hal-hazırda Sabaha məğlub olmasaydı, Qarabağ Bir xalla. 2 xalla. Çünki hal-hazırda məğlub etsəydi Sabaha 40 xal Sabahda olacaqdı, 42 xal Hə, Qarabağda olacaqdı. 2 xalla birinci pillədə qərarlaşacaqdı. Sabaha da uğurlar arzu edirik, Hə. həmçinin Zirə komandasına da uğurlar arzu edirik. Sabah liqamıza maraq qatır. Maraqlı bir oyuna Qarabağ Turan və bu qarşılaşmaya keçməmişdən öncə Peşəkar Futbol Liqası yeni bir pilot layihə ilə 2 oyunda qarşımıza gəlmişdi. Efirlərdə maraqlı qrafik vasitələrlə oyunçuların hal-hazır gedən gücləri, etdikləri ötürmə sayları, qrafik olaraq ekranda görürük ki, hansı tərəfdən daha çox hücum təşkil edilir. Çox bəyəndim. Avropada olan bir şey. Çox bəyəndim. Bunu da əziyyəti keçən hər bir kəsə təşəkkür edirik. Ümid edirik ki, pilot layihə daha sonra növbəti turlarda daimi olaraq öz əksini tapsın. Futbolumuz da yavaş-yavaş belə hadisələrin fonunda daha da inkişaf edəcək. Bir şey də onda deyim və Qarabağın oyuna keçməmiş görüntü söhbətini həll etmək lazımdır. Görüntü söhbəti bildirirlər ki, Tofiq Bəhramov stadionunda kameraların yerləşmə yeri müasir texnologiyalara uyğun qurulmayıb. Bunu CBC Sportdan açıqlama verdilər. Tək Tofiqdə deyilik ya. O bir Sumqayıtdan indi Karvanın oyununa da gedəndə orada da bir mübahisəli epizod var idi. O artıq belə başa düşülür ki, gərək kamera sistemini təzələnməlidir. Stadion qurulanda peşəkar şəxslər gəlməlidir ki, yayım üçün hardan yerlər qoyulacaq. Yəni onu deyim də, yəni belə deyək, Sport Base-də səhv eləmirəmsə müqavilə imzaladıqları bu məlumat bazasına görə oyunlarda qrafiklərin göstərməsi. Ümid edirəm ki, bir xarici bir şirkətlə də bu yayım haqqları ilə bir müqavilə imzalayar, gələr göstərər ki, qardaş belə. Çünki
çox şikayət var bu barədə. Yəni bizim özümüz də, mən özüm də oyunlara baxanda əsəb keçirdirəm. Bəli. Yəni Şamaxının oyunlarında bir çoxunda Şamaxı stadionunda görürsən ki, gün işığı düşür kameraya, görmək olmur meydançada nə baş verir. Çox bərbad görüntülər əldə olunur. Yəni burdan CBC nümayəndələri əgər bizi izləyirsə, kimsə bəlkə bizim videomuzu onlara göstərəcəksə, xahiş edirik, yəni bu işə də bir əncam çəkin. Yəni bizim liqa görüntüsü çox aşağı səviyyədədir. Mən dünyanın bir çox liqalarının oyunlarına biz baxırıq, belə şey demək olar ki, yox səviyyəsində. O da ümid eləyək ki, düzələcək. Çünki CBC Sport yayımdan olmamışdan əvvəl 2 kameradan səhv etmirəmsə çəkilirdi. Ondan qabaqki yayımlar daha pis idi. Ancaq CBC Sportda bir qədər gəldikdən sonra bir qədər yox, 6-7 kamera HD olaraq və yaxud da bir çox kameralarla gəlməsi daha da yaxşı etdi. Və keçək Qarabağ Turan görüşünə. Turun əsas oyunlarından biri idi. Qarabağdan hamı qələbə gözləyirdi. Çünki məğlub olsaydı Turan azarkeşləri Turandan qələbə gözləyirdi. Ancaq belə deyək ki, bir qədər çox ağır oyun oldu. Qarabağ tam olaraq Newcastle qarşı necə heyətlə çıxacaqdısa, tam əsas heyətlə Turan qarşısına çıxdı. Ancaq təhlilə keçməmişdən onu deyim ki, oyunu Qarabağın 2 epizodda çox bəxti gətirdi ki, hansı ki 90 üstə gəl 4-cü dəqiqədə vurulan epizod qol olsaydı artıq qələbə qoluna vaxt qalmayacaqdı. Oyun bitəcəkdi. Dediyinlə tam razıyam. Qarabağdan mən də qələbə gözləyirdim. Düzdür, qələbə qazandı. Əlbəttə Turanın indi uğurunu kiçiltməyə, Turan həqiqətən çox gözəl komanda formalaşdırıb, Turan rəhbərliyi, həm də baş məşqçi olaraq ideyaları var. Düzdür, bir çox azarkeşlər bəyənmir, içi mən qarşı, amma komanda yəni oynayır, əsas nəticəsidir. Turan bu nəticəni əldə edir. Qarabağla da oyunda biz gözlədiyimiz kimi Turan müdafiəyə çəkiləcək, aşağı blokda gözləyəcək, əks hücumları bel bağlayaraq Qarabağın arxada buraxdığı boşluqlara şığıyacaq oyunçuları və nəsə əldə etməyə çalışacaqlar ki, 2 epizod oldu ki, hansında ki, biri Qarabağın keçmiş oyunçusu Vacin epizodu var ki. İbrahimov Vaci məncə bütün ürəyində nə kin var idi hamısı. Əsəblə vurdu o topu. Bir epizodda da qırmızı kart almalı idi əslində Vaci. Orada oyunçuya zərbə vurdu. Montiel'ə səhv eləmirəmsə ayağına açıq. Orada nəsə niyə bildiyin təpi vurdu ayağına. Təpi orada epizodda qırmızı vermədilər vara baxıb. Bilmirəm nəyə görəsə üstündən keçdilər o epizodun. O birbaşa açıq-aşkar ayağa zərbədir. Zərbədən əlavə, yəni birbaşa kobud oyun idi. Yəni başqa bir məqsədin yoxsa xəsarət yetirmək deyildi. Yəni başqa heç bir şey deyildi. Yəni ona görə yəni belə deyək, Turanın bir də sən bayaq qeyd etdiyin sondakı epizod yəni o qol olsaydı orada ikinci epizod Koxaskinin əlinə dəydi. İkincidə Koxaski çıxartdı. Koxaski dayanmışdı. Yəni orada artıq məsafə çox aşağı çox qısa 1 metr yarım belə bir məsafə bəlkə. Bu arada Cinel də oyuna daxil olmuşdu. Yeni transfer uzaqdan bir zərbəsi də var idi. Hansı ki Koxaski dəf etdi. Ancaq Qarabağ doğrudan da yəni Turan düzdür bir qədər ağır komandadır, müdafiə yönümlü komandadır, meydanda nə etmək istədiyini bilən bir komandadır. Həmin epizodda məsələn Zubirin qolunda bir qədər müdafiədə səhv etdilər, qol buraxdılar. Ancaq ondan sonra komandanın demək olar ki, səhvsiz oldu. Bəli, təhlükəli vəziyyətlər də yaratdılar. Amma Qarabağda yəni, sanki düşün ki, gol gözləntisi Turanda 2.63-sü, Qarabağda 0.56. Yəni Qarabağda yəni yəni Zubirin zərbəsindən başqa belə bir təhlükəli bir epizod bir səhv etmirəmsə orada yəni, kimin zərbəsi idisə yadından çıxdı, o da təhlükəli alınmışdı. Bilmirəm, hətta baxırsan ki, yəni qapıya dəqiq zərbələr, Adayin bir zərbəsi var idi ki, biraz təhlükəli idi, amma yenə də yəni topa sahib olub 65-in 35-ə gözlədiyimiz kimi bir şeydir. Qol gözləntisi əksinə də bu da sonda olan şeyə görədir, epizoda görədir. Qapıçı qurtarışlarda 3-ün 2-yə. Azarkeşlərə toxunmaq istəyərdim. Azarkeşlər təxminən 4 sektoru yarıya kimi doldurmuşdular. Ümumilikdə protokolda bilməm nə qədər yazıblar. Təxminən 4000 azarkeş olaraq deyilmiş. Onlar da stadion demək olar bomboş idi. Digər ənənəvi olaraq 12, 13, 16, 17-ci sektorlarda olur. Qarabağ azarkeşləri orada oturur. Qarabağdan gözləntim nədir? Mən çempion olmayacağını sezon başlamamışdan deyirəm bu mövsüm. Məncə də belə də gedəcək. Sabahla Qarabağda o şey yoxdur. Necə deyim? O məsələn Sabah Zirə ilə oyuna çıxır. Mən deyirəm ki, Sabah 100% udacaq.
Sən özün də bilirsən Özündən ki, əminlik yoxdur hə də, komandada. yəni komanda o şeyi göstərmir. Yəni Turanla oyuna çıxırsan, yaddan gəlir Qarabağın bu mövsüm bir çox oyunu var ki, belə çox sancılı keçib. Yəni bu Çox. Qəbələ, bax bu Turan oyunu. İndi mən sayıram, sən də Turana deyirsən ki, məğlub olurdu da hə də, Turan səfərində. hə, bu Turanın o həmin oyunu, sonra biraz da indi Sabaha məğlubiyyətini qoyduq kənara, sonra İmişli ilə oyun, Almeida məsələn penalti vura bilmədi oyun başlayanda, sonra Qarabağ düzdür, qələbə qazandı, amma o oyunda sancılı keçmişdi. Yəni Qarabağın baxırsan ki, heyət var, gücü var, amma Qarabağda o əvvəlki əzib keçim rəqibi, rəqibin bilirsən 5 niyə, dənə gol Rafael? vurum. Yəni belə bir şey yoxdur. Məncə, yəni belə fikirləşirəm ki, Beziblər e, çempion olmaqdan. motivasiya Yankoviç özü açıqlamasında bildirmişdi ki, Həvəs qalmayacaq. Serbiya mətbuatına açıqlama Bəli, vermişdi Yankoviç. Bildirmişdi ki, bu qədər Çempionlar Liqası oyunlarından sonra komandanın liqa Köklənə oyunlarına bilmirlər. kökləmək çox çətindir, motivasiya tapmaq çox çətindir. Hələ ki Qarabağ dəfələrlə çempion olub və heyətindəki demək olar ki, bir çox futbolçu Hamısının bir 4 dənə yəni çempionu bəs var. yeni gələn transferləri çıxmaqla Durandır, Bəli. yeni gələn Bikalyodur. Bunları çıxmaq şərti ilə Qarabağ dəfələrlə çempion Bəli. olub və Sabahın da bu il belə oynayacağını gözləmirdilər və yeni bir transfer reallaşdırdılar. Hansı ki biz bunu Rafael transfer radarında Bəli. ən birinci açıqlayanlardan olduq ki, Biz 14-cü gün bilirdik ki, o transfer transfer olacaq. radarını izləyənlər də bilir ki, bu transferi biz açıqladı və Qarabağ Qurbanov dünən Gündə rəsmiləşdi. yox, sıra 2 gün öncə təsdiqlədi və artıq bizim verilişimiz çəkilən günü açıqlama oldu. Qınali təqdim olundu. təqdim olundu mətbuata. Böyük ehtimalla sol cinahda da oynaya bilir. Sol cinah winger Mərkəzdə kimi də oynaya bilər. İndi Qurbanovun onun istifadəsindən asılıdır. Matius Silva kimi həm mərkəzdə oynada bilər, həm cinahda oynada bilər. Toralı Yəni, artıq son oyunlarda Ümumiyyətlə buraxmır. istifadə etmir və ümumiyyətlə buraxmır. Məncə winger kimi Toralın istifadə edir. oyunundan bir qədər narazıdır. Və nəzərə də alsaq ki, Toralın müqaviləsi bitir. Hələ ki Heç bir xəbər də yoxdur. Yəni yenilənmə barəsində sən elə gəlirmi ki, Qurbanov Toralı gözdən çıxardı? ola bilər. Mənə də elə gəlir ki, orada nəsə bir şey var, yəni Toralla bağlı. Əslində Toral məsələn liqada oynadığı oyunlarda yaxşı oynayır, yəni qollarını vurur, ötürmələrini eləyir. Amma belə baxsan ki, Toralda biz potensial görmüşdük də. Hamı Bəli, Toralı bəli. Elvin kimi əl üstündə durur ki, Toral yaxşıdır, Elvin yaxşıdır. Yəni milli oyunçulardan deyirəm də, yəni cavanlardan Qarabağın. Amma Toral elə bir ki, Elvin parladıqca bu kölgədə qaldı və adam elə bir ki, nəsə yerində sayır da. Yəni bir qığılcım göstərmir ki, ha mən də varam burada. Bəli. Yəni baxırsan Qurbanova çox şans verir. Liqa oyunlarında, əksər oyunlarda irəli ucda Toral oynayır. hətta bir oyunda Araz Naxçıvanla Hat-trick eləmişdi. Birində də 2 gol vurmuşdu. Bəli. Yəni baxırsan ki, Toral amma nəsə bir çatışmır və müqavilənin də uzanmamağı, biraz bəlkə də motivasiyadan düşür. motivasiyası da ola bilər. Bəlkə də fikri biraz başqa yerdədir. Bəlkə yaxşı təkliflər alıb, o da ola bilər, biz bilmirik. Çünki Bilmirik. adı Şaxtyorla hallanmışdı, bir çox klublarla hallanmışdı yayda. Yəni transfer radarını izləyənlər varsa aramızda, onlar bilməlilər ki, yəni Qarabağda belə bir söhbətlər olmuş. Ola bilər, ondan olsun. Maraqlıdır ki, görək irəliləyən turlarda nələr olacaq. Keçək artıq növbəti oyunumuza. Neftçiyə yoxsa? Neftçidən danışaq, bəli. Neftçi Araz Naxçıvan səfərində belə deyək bir qədər. Bəli. Gülməli də səslənsə. Araz Naxçıvan səfərində 4 golla qalib gəldi. Artıq komandada yavaş-yavaş o işarəti hiss olunur ki, komanda nəsə etmək istəyir. Verindubun işi görünür nəsə. Bəli. Az deyil. Məsələn, Verindubun gəlişindən sonra Muradı heyətə cəlb olunması. Yəni Murad doğrudan yaxşı oynayırmış. Yəni niyə maraqlıdır ki? Sürətli futbolçudur, yaxşı ayaqları var. Oynayır bu futbolçu. Niyə görə hər oyun buraxılmırdı bundan öncə? Az şans verilirdi. Deyim onu mən. De. Yəni burada da izləyicilərə sir deyilsə, siz necədir Azərbaycanda bir çox klublarda? Kim istəsə təqsib edə bilər, amma əksərində aldığım məlumatlar budur. Məsələn, xarici futbolçu gətirirlər, müəyyən məbləğ ödəyib. Cavan istedadlı uşaq olsa belə, deyirlər buna bu qədər pul vermişik, bunu oynadaq.
Yəni bu söhbətlər var. İndi onu oynatmasa deyəcəklər bu oyunçu niyə transfer eləmisən də? Niyə gətirmisən bunu? Bizə niyə istəmirsən onu? Məsələn bu söhbətlər olmasın deyə biraz cavan oyunçulara az şans verirlər. Məsələn bizdə cavan oyunçulara, Azərbaycanlılara biraz çox şans verən Sənə bir hansı məlumat komanda da var ki, deyim. Qurban başqa. Vernedub rəhbərlikdən hesabat tələb eləyib ki, Alessio Churchi transferini kim eləyibsə, hesabat versin, nəyə əsasən eləyib. Ancaq məsələn bu oyunda onun da xidmətindən istifadə elədi və O hamıdan istifadə edirlər ki, əla bir qol vurdu. Maraqlıdır ki, yəni bir çoxları fikirləşirdi ki, Sesi de Almeida üçün və Churchi üçün, Alessio Churchi üçün hesabat tələb edib. Bu transferləri kim eləyib? Niyə eləyib? Nə eləyib? Gəlsin mənə də hesabat versin ki, falan səbəblərə görə bu burada boşluq var idi. Bu oyunçunun bu xüsusiyyətlərinə görə transfer etmişik. Ancaq artıq bir qədər elə hiss olunur ki, sular durulur və basa olsan buya bax. Möhtəşəm oynayır. Cərmə zərbəsi vurur. Yox, hə, ondan da əlavə, deməli bu adama sürətli futbol oynadan baş məşqçi lazımdır. Yenə də bax, bayaq Aleksey Isayevdə nümunə çəkdim. Bəzi oyunçular bəzi sistemlərdə işə yaramır da. Bu adamın işi zaten sürətli futbolçudur. Görsən ki, Abubakar oturur ikinci heyətdə. Abubakar da bu. Bütün oyunlarda demək olar ki, Sambu əsas heyətdə başlayır. Sambu fiziki sürəti, bəxtsizliyi var. Bəxtsizliyi idi, amma artıq məsələn bu dəfə top onun önünə bəxtinə sayəsində düşdü və ayağına top oturmaq vardı. Top oturdu ayağına, qolla nəticələndi və Araz Naxçıvanda da ki, mən oynayan 1-2 oyunçu adı çəkə bilərəm ki, onlardan biri Patrik Andrade'dir ki, Andrade Simakala deyə bilərəm. Simakala yaxşı oynadı. Simakala Qarabağ bəlkə də götürdü yəni. Qarabağın tam fərqli transfer siyasəti var. Yəni artıq özlərinə belə bir fikir formalaşdırdılar ki, azarkeşlərə bunu qəbul elətdirdilər. Əlbəttə ki, uğur nəticəsində biz bahalı oyunçu almayacağıq. Ancaq ucuz oyunçu. Məsələn deyirəm, mətbuatda son günlər Rahim Sterlingin adı çox çəkilir. Buradan da elə açıqlama verir. O hansı səbəblə də? Rahim Sterlingin Qarabağı, yəni ki, bu məlumatı kim yayıbsa yanlış bir məlumatdır. Ən azından bilmək olar ki, Rahim Sterlingin 6 aylıq gəlsə belə Qarabağ onun maaşını ödəməz. Bəli. Ən azı 4-5 milyon pul istəyəcək. Heç 2 milyon istəsin. Chelsea'dən 18 milyon maaş alırdı. 2 milyon istəsin, 1 milyon istəsin, 1 milyon maaş versin. Qarabağ həyatı boyu ödəməz. Yəni mümkünatı yox. Qarabağın ona görə transfer siyasəti bir qədər fərqlidir artıq. Qayıtsaq Neftçiyə Vargas zədələndi. Freddy Vargasın zədəsi. Oyundan sonra mətbuat konfransına da baxdım. Yuri Verneduba bir çox suallar ünvanlandı. Həm oyunçular barəsində, həm kirayəyə gedəcək transferlərin barəsində. Vernedub dedi ki, heç bir oyunçu getməyəcək kirayəyə. Burdan Neftçinin mətbuat konfransında Ukrayna dilindən tərcümə edən qardaşa demək istəyirəm, adı yadımda deyil. Mən Ukrayna dilini bilirsən də. Mən baxırdım, orada Verneduba sual verəndə ki, səhvimsə Şəmsəddin vermişdi kirayəyə gedəcək oyunçularına bağlı, Rıza həmçinin. Orada Vernedub cavab verdi Ukrayna dilində, amma tərcümə edən tam tərcümə eləmədi. Sən açıqlama verdin. Açıqlama verim. Orada Vernedub dedi ki, heç bir oyunçu getməyəcək. Elvin barəsində soruşdular. Camalov barəsində ki, Camalov gedəcək, kirayəyə heyətə düşə bilər. Dedi ki, Vernedub həlimdə olan heyətlə hamısına razıyam. Mən 22 oyunçum var, 4 dənə əlavə qapıçım. Bütün oyunçular mənə lazımdır. Bütün oyunçular mənə lazımdır. Zaten kirayəyə getməli olan Rıza getdi. Əgər yaxşı nəticə göstərsə, gələn ildə gəlib əsas heyətin də qapıçısı ola bilər. Maraqlıdır. Yəni heç kimi də göndərməyəcəm. Oyunçularımın fizik əsas açıqlaması da o idi ki, mənim zaten oyunçulardan istədiyim fizikalını gücləndirmək, yəni bunu istəyirlər də üstündə davamlılığı sağlamaq, oyunda tez yorulmamaq, axıra kimi ingilis dilində dedi, Azərbaycan dilində deyə bilmədi. Dayanıqlılığın artırılması oyunçuların, bəli, dayanıqlıq, nəysə belə bir şey. Artırılması əsas hədəfi odur. Yəni komandanın belə deyək, Dambrauskas-dan eyni düşüncədə. Danışdığı Pinhangi kəsəcəklər, Dildarlar qrupunda paylaşacaqlar. Deməli, yəni Yuri Vernedubun dediyi budur. Məncə fikirlərin tam aydın ifadə elədi və
həqiqətən də düşündüyü kimi də komanda ilə oynamağa başlayır. Deyir ki, yəni bu komanda daha da yaxşı olacaq. Biraz səbirli olun. Neftçi bilinir də, yəni Verindub gələndə komandada nələrsə dəyişəcək. Məncə Bəli. uğurlu bir baş məşqçi seçimi oldu illərdən Bəli, sonra. bəli. Və keçək növbəti Emin oyuna. Mahmudov da 3 dənə assist elədi ha, həmin Oo, oyunda. doğrudan. Xəttə Abubakara da pas atdı, Sambuya da atdı və Abu- iki standart vəziyyətin ikisini də Emin elədi. Birini Abubakara sonda atdı. 3 dənə üç xəttə. dənə assist, Bəli, hat-trick möhtəşəm. assistlə. Bəli. Və keçək növbəti oyuna Kəpəz Şamaxı qarşılaşmasında. Kəpəz Sənin sevimli oyunçun yenə qol vurdu. bəli, Kərim Rossi fərqləndi. Şamaxı bu oyunda bir qədər Şamaxıda son oyunlara düşüş var idi və Şamaxı bu oyunda qalib gəlməklə Kəpəzlə xal fərqini bir qədər də artırdı. Artıq 23 xalı var. bəli, liqada Şamaxının. belə deyək ki, son pillələr uğrunda Karvan artıq mənim fikrimcə Getdi o. dibdə olmağı dəqiq deyil, ancaq çox aşağılardadır. İmişli, Qəbələ və Kəpəz mübarizə aparır. Ancaq gəl biz elə oyundan çıxmaya Bəli. Şamaxı məğlub etdi Kəpəzi. Kəpəz qol buraxandan sonra ikinci hissə oynamağa çalışdı, epizodlar yaratdı. Bəli. Ancaq alınmadı. Məsələn, Neftçidə bəyənilməyən Ohori ayın qolu da seçildi. Bəli, gözəl də qol vurmuşdu həqiqətən. Ondan sonra bu oyunda nələrsə etməyə çalışırdı. Alınmadı. Və bir Kəpəzdə məsələyə əsas alınmadı. toxunum, Rafael. Kəpəz niyə Yevlax şəhər stadionunda oynayır hələ də? Sual vermək lazımdır Kəpəz rəhbərliyinə. Kəpəzin Niyə stadionu görə stadion düzəlmişdi axı. hədə hazır idi. Demişlər özü desən fevrala kimi artıq keçməlidir. Maraqlıdır yəni, doğrudan yəqin Doğru. ki, bir səbəb var. Mən istəyərdim ki, Kəpəz Gəncədə oynasın. Bəli, azarkeşlər önündə. Və azarkeşlər, Gəncə azarkeşləri futbolu çox sevirlər. Mən əminəm ki, Gəncədə oynanılsa stadionun böyük hissəsi dolacaq. Zaten Azərbaycanın ən böyük 3 klubundan biridir də Kəpəz. Bəli. Yəni tarixi də var, çempionluqları da var. İndi düşüşdədir, amma ki bu o demək deyil ki, Kəpəz həmişə belə olub. Kəpəzin çünki azarkeş bazası imkan verməz ki, Kəpəz aşağıya yuvarlansın. Yəni həmişə dəstək olurlar. Bəlkə də Gəncədə oynasa, bəlkə də bu oyun heç-necə bitərdi. Ola bilər. Yəni əslində oyuna baxanda Şamaxı tam yəni 2 gol 2-0 öndə bitirəcək bir oyunmu göstərdi? Yox. Sadəcə Kəpəzin bitiriciliyi yox idi. Ağzabəyovun qolu oldu, sonra Bəli, Kərim Rossin Rossi. birinci. Kərim Rossi də yaxşı vurdu ya bu arada. Kərim Rossi gözəl zərbə vurdu həqiqətən. Əla Durmağı bir gözəl zərbə idi. endirdi. Rossi zaten bizim bəyəndiyimiz hücumçulardan biridir. Məsələn Qarabağa lazım olan hücumçu tipindən biridir ya. Olar. Pas oyununda çox gözəl Çünki, işləyə bilər. Fiziki cəhətdən güclüdür. Arxası Kərim dönə Rossi oynaya nə bilər. vaxt Qarabağa məsələn lazım olar? Qarabağ məğlubdur 75-də, Bəli, rəqibi 70-də sıxan buraxılsa. zamanda. Yəni bu hücumçu çox geriyə qayıtmır da. Məsələn, Bəli. Camilo Duran çox fiziki güclü bir oyunçudur və Bəli. pressingi daha çox edir. Cəldi Bəli. oyunçudur, çevik oyunçudur. Bir də Ancaq kontr oyunda Duran daha yaxşıdır, amma Bəli. pas oyununda isə Kərim Rossi Kərim daha Rossi yaxşı. biraz taran tipli Hə, hücumçu. arxasını diriyir müdafiəçilərə, ver al, yəni Zubirlə gözəl paslaşmaları ola bilər Bəli. Andrade ilə. Və keçək biz növbəti oyuna Qəbələ İmişli Bəli. oyunu Ən çox bol maraqlı keçən oyunlardan biri oldu. 2 nəfər bir-birindən atışırdılar. Bəli, Massumo hat-trick etdi, Diego Almeida dubl etdi bəli. və Massumonun hat-tricki Qəbələyə qələbə gətirdi və Qəbələ azarkeşlərinə burdan öz sözüm var. Niyə Halal görə? olsun sizə. Yox, halal olsun, yox, mən halal olsun deməyəcəm. Yox, mən Azər stadionu Stadionu çox demirəm, azarkeşləri deyirəm. Hə, o Yəni niyə maraqlıdır ki, stadion təxminən Tam dolmur. 3-4 min tutumu olan stadiondur. Heç 300-400 azarkeş olmur. Yox, oyunun başlaması adı da var. 17:00 bir çox insan işdədir. Bunu 19-da elə də. İnsanlar işdən çıxandan sonra getsinlər. Tamam, yəni belə deyək. Qəbələ İşdən də- çıxan insanları deməyək də 16, 15, 18 bu yaş aralığında məsələn mən Qəbələdə yaşasam, Mən hər gün gedərdim oyuna. futbol olsa gedib stadiondan mütləq şəkildə Mən baxaram. da. özü stadion da stadion da. Stadiondur, Yəni möhtəşəmdir yaxşı. stadion. Yəni Qəbələ rayonunun özü, şəhərin özü çox böyük deyil. Bəli. Ay deyim ki, maşınla 1 saat yol gedəcəklər. İnanmıram ki, Şəhərin bahalı içidir bir də. bilet zad olar. Ha, Pulsuz bilet da olsun olar. 1 manata, bəlkə də Maksimum. pulsuzdur. Maksimum olsun 2 manat. Yəni. Heç inanmıram. Bunu açıb əgər rəylərdə yazarlar, izləyirlərsə Bəli, bizi. qiymətlərin neçə olduğunu. Ancaq Qəbələ qalib gəldi. Doni Massumo yaxşı qollar vurdu. bəli. Kəpəzlə demək alan istəyərdim? biraz atdı. Əslində oyun bir dənə şey deyim. Qəbələ zaten sən də, mən də Xəbər Xəzazın komandasını biz ikimiz də bəyənirik. Biz Bəli. ömür boyu demişdik ki, bu komanda ən yaxşı futbol oynayan komandalardan biridir oyun baxımından. Nəticə ala bilmirlər çünki hücuma meylli oynayırlar, arxada boşluqlar buraxırlar, qol buraxırlar. Qəbələnin problemi odur.
Amma oyun baxımından adamlar gözəl futbol oynayır. Gözə baxımlı, oyunçular da həqiqətən yaxşıdır. Bitiricilikdə problem yaşayırdılar. Bu gün isə həmin oyunda isə belə düzün deyək, Massumo həmişə problemli Massumo 3 gol vurdu. O futbolçunu mən 2-ci liqadan çıxanda demişdim ki, Qarabağ kimi bir klub lazımdır ki, bu futbolçunu daha da puxtələşdirsin. Bəli. Belə bir futbolçudur. Məncə yəni yenə də göz atmalıdır Qarabağ belə bir futbolçuya. Qəbələyə. Balua da əsasən orada göz Sonuncu atmalı. ötürməni gördün. Balua necə elədi Massumoya? Balua zaten sənin də mənim də bəyəndiyimiz oyunçulardan 3 gol vurdu. 3 golda topa toxunuşu professional futbolçu toxunuşu deyildi də. Bəli. Düzdür, məsələn, oyunçunun xətrikinə heç bir sözüm yoxdur. Son Baluanın ötürməsində də, yəni zərbəni endirdi. Yəni top getdi qapıya daxil oldu da, yəni belə deyək. Əslində hə. Belədir. Biraz da üzərində işləməlidir. Bitiriciliyin üzərində mütləq işləməlidir. Ən böyük problemi bu futbolçunun bitiriciliyidir. Ancaq yəni ki, oyunda yadına gəlir nələri qaçırdı. 3 gol vurub komandasına qələbə qazandıran futbolçuya heç bir halda son oyuncu yox, pis demək bu oyunu alındı. Yəni belə deyək də, həqiqətən alındı. Bu oyunda Massumo istədiyi hər şey alındı. Vurdu, getdi, girdi qapıya. Vurdu, getdi, girdi qapıya. İmişlinin də İmişli ayrı bir söhbətdir. Oyununu heç də kiçiltmək istəmirəm. Qəbələ səfəri istənilən bir klub üçün, hətta Sabahın özü üçün də çox çətin keçəcək. Qarabağ belə zülm çəkdi orada. Bəli, mən əminəm ki, hətta belə Sabahın meydanında mən həmin oyuna baxırdım canlı. Qəbələ 1-0 səhv etməsə hesab ilə məğlub oldu. Həmin oyunda da Qəbələnin xeyli şansı var idi qol vurmağa. Ya 1-0 idi, ya 2-0 idi. Səhv etmirəmsə oyuna baxırdım. Maraqlıdır ki, Qəbələnin öz meydanında Sabah da belə çətinlik çəkəcək. İmişli isə 2 gol vurmağı bacardı. Kaskilyanın oyunçuları mövsüm başlayandan oyun prinsiplərindən əl çəkmirlər. Əsas məqsəd liqada qalmaq idi. Mənim fikrimcə 1-0 bəli. Başla qol vurmuşdu, özü müdafiəçi vurmuşdu, səhv etmirəmsə. Oyun öz oyun sxemlərindən İmişli əl çəkmir. Yarandığı müddətdən sonra əsas liqaya yüksələndə məqsəd liqada qalmaq idi. Ki qalacaqlar. Hal-hazırda 11-ci pillədən 6 xal fərqi var bu komandanın. Kifayət qədər də son 5 oyunun 3-ünü keçəcək, ikisi məğlub olub. Əslində İmişli həqiqətən bu illər göstərdiyi oyundan hamının rəğbətini qazanıb, biz qarışıq. Yəni Kaskilya halal olsun. Onu kim tapıb gətiribsə də İmişlə, o adama da halal olsun. Yəni menecermi, kimdirsə, həqiqətən sözün əsasında. Çünki adam əlində olan dar bir heyətlə belə baxırsan ki, oyunçular baxsan Almeida çox qəşəng oynayır. Juninho baxırsan, demək nəsə var bu oyunçular. Almeida'nın özü bitiriciliyi çox yaxşıdır. Bəli. Adam yəni gol vurur da, nə düzdür bir penalti vurmamışdı o Qarabağın oyununda, amma belə yəni oyunçu çox gözəl oynayır. Həqiqətən Kaskilya halal olsun. İdeyası var, ideyasına sadiqdir. Oyunçular da baş məşqçinin bütün ideyaların, fikirlərini yerinə yetirirlər. Tam şəkildə yerinə yetirirlər. Yəni adamlar həmişə epizod əldə edirlər. Əks hücumlardan gol vurmağa çalışırlar. Bəzən alınmır ayrı bir səbəb, amma ki komanda nəsə eləməyə çalışır. İmişli bu oyunları ilə bizi həqiqətən 18-ci tura kimi yəni təəccübləndirib. Hal-hazırdakı vəziyyətdə də Kəpəz İmişlini keçəcək sualı mənə versəz, məncə keçməyəcək. Yəni məncə İmişli artıq öz yerini təmin eləyib liqada qalmaq söhbətin. Burada əsas Kəpəzlə Qəbələ arasında. Qəbələnin də bir oyunu ehtiyatda var. O da Turanla da oyunda amma. O öz meydanında oynayır. Bilirəm, söhbət bizəncədir. Qəbələdə müdafiə problemi olduğuna görə. Qəbələnin meydanında Qəbələ hamıya az öncə yəni ki, heç kim asan təslim olan bir komanda deyil. Qarabağ da yenə getsə, Sabah da yenə getsə, Zirə də getsə, eyni sözü deyəcəm ki, Qəbələnin çünki yaşıl ot örtüyünə öyrəşiblər. Çox əla ot örtüyü var. Yəni bu komanda burada məşq edirsə buna da öyrəşib. Bəli. Qəbələ öz evində 3 qələbə qazanıb 5 məğlubiyyəti var. Yəni keçək son oyunumuza. Karvan, Sumqayıt, Karvanı gedən Karvanla. Həqiqi Karvanı Sumqayıt, Sumqayıt da 4-cü pilləyə yüksəldi. Birinci hissədə Sumqayıt hesabı 4-0 bitirə bilərdi rahat şəkildə. Karvanla oyunda. Ancaq Karvan ikinci hissədə oyuna pis başlamadı Karvan. Araz Abdullayev cərimə zərbəsi var idi. Ancaq müdafiə xətti elə bir ki başqa dünyadadılar. Meydanın mərkəzindən bu tərəfdə oynayırdılar sanki. Yəni niyə də? Arxa çox boş buraxırdılar, yəni. Bir Barselona kimi oynamağa çalışır. Aleksa Yankoviçin bir qol oldu. Yankoviçin orada da mən top gəldi. Yankoviç saxladı, dayandı, fikirləşdi.
Normal bir təcrübəli müdafiəçi olsaydı, Karvan müdafiəçisinin yerinə dərhal orada sürüşmə Bəli. fəndiyib topu çıxaracaqdı. Yankoviç mən çatmadı ki, top gəldisə dərhal zərbə endirməlisən. Saxladı, fikirləşdi hara vurum, ondan sonra zərbə endirdi. O da qolla nəticələndi. Futbolçu da gəldi, müdafiəçi çatdı ona, çatanda zərbə endirdi. Elə müdafiəçi əlbəttə ki olmur. Karvan bu oyunla yəqin ki birinci liqaya yuvarlanacaq. Zülfü Çox Məmmədovun böyük ehtimalla komandası çətin. Ramalinqam da qol vurdu. Ramalingo çox yəni bir epizodda da ona pas atmadı Ramalingoma. Vaskes bir epizodda qapıya zərbə vurdu. Tək-tək Ramalingo Bəli. sağda boş yerdə pas atmadı. Saşa İliçin də İliç. əməyini Həqiqət. danmaq olmaz. Dördüncü belə bir büdcələ, dördüncü pillədə və Avrokuboklara Mübarizə məsələn, aparırdı. Qarabağ gəlib və yaxud da Sabah kubokun qalibi olsa, dördüncü pillə içində Bəli, yer şans açılacaq, yaranacaq vakansiya getmək gedəcək. üçün, bəli. Yəni Turan Tovuzla eyni xaldadır da. Bəli, bir də düz Top Turanın fərqinə görə Qəbələnin. 3-cü, 4-cü pilləni bölüşür. Zirənə Məncə burada əsas 3 ilə 4-ə Neftçi gəlib girəcək. Yəni Neftçi mən yenə də demişəm biz sezon yarısı bitəndən sonra podkastımızda da indi kim izləməyibsə təkrar açıb izləyə bilər. Mən orada demişəm ki, Neftçi 3-cü yerə qalxacaq. Yəni onda da Neftçinin 10 xal fərqi var idi da, Bəli. yəni geridə idi Zirədən. Mən yenə də sözümdə qalıram. Neftçi qayıdacaq 3-cü yerə. bir dənə məsələ deyim. Sumqayıtın yeni stadionu var da. Yəni ki, yeni stadion da çox. yaxşıdır, amma səfərdə daha çox qələbə qazanıb. Hə? Səfər qələbələrinə görə, səfər O, qələbələrinə 17 görə xal yığıb. bu Sabahdan komanda sonra Sabahdan, hətta Qarabağda da çox. qabaqlayıb. Yox, indi Qarabağ 2 oyun az keçirdi də, o da var. Səfərdə düzdür az keçirib, amma hal-hazırda 9 oyundan 5 qələbə, 2 məğlubiyyəti var cəmi Çox. səfərdə. Öz meydanda da 4 qələbəsi var bu komandanın. 4 məğlubiyyət. Məncə Avrokubok Sumqayıt zonasında olacaq. 4-cü, 5-ci yer üçün mübarizə aparacaq. Yenə də mən sözümün arxasındayım. Burada Turan Tovuz, Sumqayıt, Zirə öz arasında mübarizə aparacaq. Araz məncə üz aşağı gedəcək. Araz o bəzi problemlərdən dolayı Bəli, inanmıram biz danışdıq, Rafael bütün oyunlara toxundu. Növbəti turun oyunları start Keçəcək, verəcək 8 fevralda. Oyunlara nəzər salaq. Sabah özdə Araz, təxminlərimizi deyək. bəli, Sabah Arazı qəbul edəcək bu oyuna təxmini ilə. Sabah Araz oyunundakı əlbəttə ki, Sabah rahat şəkildə Məncə Sabah məğlub edəcək. məğlub edəcək. Sumqayıt Zirə çox maraqlı bir oyun olacaq. Bərabər. Oyun heç-necə bitəcək. Məncə də Məncə də heç-necə. İmişli Kəpəz məncə İmişliyin bu da qələbəsi. keçəcək. 1-1. Məncə İmişliyin 1-1. qələbəsi. 1-1 məncə İmişli udacaq burada. Turan Tovuz Karvan, Turan qələbə, Olabedən qol gözləyirəm burada. Turan qələbə, Şamaxı Qarabağ çox maraqlı bir oyundur. Şamaxı Qarabağ, Şamaxı Qarabağ, Şamaxı Qarabağ. Çempionlar Liqasının play-offundan bir həftə öncə. Məncə Qarabağ məğlub edəcək Şamaxını. O Neftçi, Yəni, Qəbələ. Heç nə deyəmmərəm oyuna. Neftçi Qəbələ, Neftçi bilirik gol. ki, orada məğlub eləmişdi ki, bundan əvvəlki oyunlarında. 2-0 bəli. Bəli, ikincisi də Abubakarın qolları ilə. Bu dəfə də məncə Neftçi Qəbələni məğlub edəcək. Mən bu oyundan bol qollu gözləyirəm. İmişliyin oyunu kimi. Amma bu 3-2. dəfə 3-2 məsələn Neftçi udacaq. Ola bilər. Yəni bol qollu bir oyun gözləyirəm. Qarabağdan da ki, maksimum 1-0 qələbədə Turanla oyundakı kimi. Bəli. Ayxan Abbasov yenə də oturacaq müdafiəyə. Bəli, biz yekunlaşdırdıq müzakirəmizi. Footcast TV-nin izləyicilərinə təşəkkür edirəm. Bizi videomuzu tam Abunə olun, 10 izlədiyinizə min görə. olar da. Bəli, abunə olun, videonu bəyənin, rəy yazın və paylaşın ki, artıq 10 min abunəyə çataq. Sağ 400 olun. adam qalıb. Bəli, növbəti podkastlarda görüşənədək. Hələlik.